Marneuli Bələdiyyəsində geniş miqyaslı su təchizatı və kanalizasiya layihəsi çərçivəsində yol infrastrukturunun yenidən qurulması işləri paralel olaraq davam etdirilir. Rustaveli küçəsindəki yolun əsas hissəsi artıq asfaltlanıb. Qalan hissənin isə 19 iyun tarixinə qədər tamamlanması planlaşdırılır. Həmçinin şəhərin digər yerlərində, o cümlədən Mağalaşvili körpüsünün yaxınlığında yeni yol örtüyü salınıb. Layihə Asiya İnkişafı Bankının dəstəyi ilə həyata keçirilir. Tədricən bütün şəhəri əhatə edəcək. Bildiyiniz kimi, Marneuli şəhərində su sisteminin bərpa işləri davam edir. Zərər görmüş yolların zamanında bərpa olunması çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Marneuli meriyası olaraq su təchizatı şirkəti və müqavilə bağlanan şirkətlə görüşdük. Yolların tez zamanda bərpa olunmasını istədik. Marneuli şəhərində körpünün altında yolların bərpası prosesini gözdən keçirdik. Qeyd edim ki, biz meriya olaraq bu idarələrlə daim əlaqədəyik və problemin tez həll olunmasına çalışırıq. Müqavilənin şərtlərinə əsasən müqavilə bağlanan şirkət asfalt qatını bərpa etməli idi. Marneuli meriyası ilə əməkdaşlıqla meriya tərəfindən tələb olunan əsas küçələr asfaltlandı. Buradan irəli gələrək də şirkət artıq asfalt çəkməyə məcbur deyil. Şirkət sadəcə Rustaveli küçəsi və onun 7 keçidini asfalt qatı ilə təmin edir.